Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Çempionlar Liqasının son oyunlarıdır. 8-ci tur deyək, 8-ci həftə deyək. Oyunları 8-ci tur deyək. Son oyunlardır. Bütün oyunlar eyni vaxtdadır. 12:00-da, 00:00-da eyni vaxtda başlayır. Galatasaray Manchester City ilə oynayır. Manchesterdə və Liverpool Qarabağı qəbul edir. Liverpoolda İngiltərədə 2 oyunda İngiltərədədir. İnşallah maraqlı bir oyun olar. İnşallah iki komandanın da qələbəsi ilə bitən bir oyun olar. Galatasarayda Lucas Torreira'nın biraz ağrıları var, yoxdur. Singo yedəkdədir. Ondan sonra başqa yadımdan çıxdı. Biraz həyəcanlıyam, maraqlı oyun olacaq. 2 dənə oyun var, maraqlı oyun. Qarabağda uğurlar arzulayır. Ölkəmizin komandasıdır. İnşallah bu günləri o da qələbə qazanır. Ən azından bir bərabərlik. Hər iki komanda ən azından bir bərabərlik. Çünki iki komanda da İngiltərənin ən güclü klublarındandır. Liverpool olsun, Manchester City olsun. Manchester City iki hücumçu oynayacaq. İki hücumda iki hücumçunu oynayacaq. Çünki qələbə qazanmaq istəyir ki, çox gol vurmalıdır Galatasaray ki, ilk 8-yə düşmək üçün. Beləncə yerini qarantiləyib. İlk 24-dədir Galatasarayda, Qarabağda. Galatasaray ilə Qarabağın 24-dən çölə qalması üçün çox şeylər olmalıdır. Yəni 99.9%-dir onların ilk 24-lükdən kənarda qalması. Ona görə də ilk 24-lüyə qalıbdır. Sadəcə olaraq City 5 top vurmalıdır ki, ilk 8-yə düşmək üçün. Qarabağda inşallah Liverpool'la maraqlı bir oyun olar. Fikrimcə Qarabağ uduzmayacaq bu günləri. Uduzmayacaq deyə də əslində fikirləşmişəm ki, Qarabağ uduzacaq. Çünki Liverpool çox güclüdür. Amma inşallah mən səhv çıxardar, yanılaram. Ən azından bir bərabərliklə ayrılar Qarabağ. Galatasaray da həmçinin, amma Qarabağda mənim fikrimcə bu günləri uduzacaq. Amma inşallah o da bir bərabərliklə inşallah ayrılar. Keçək oyuna dostlar. Oyun başlayır. İki komanda da gəldi. İki komanda da meydansadadır. Oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın. Bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz və izləyəsiniz. Keçək oyuna dostlar. Üçüncü dəqiqə Erling Haaland'dan kafa vuruşu, top dışarıya. Erling Haaland'ı bırakmaq olmaz. Bu eşşək şeydir. Top çatdı ona, vurur bu. Baxmır qapıca kimdir, qapı hardandır, hansı məsafədir. Vurur. Belə çox texnikalı oyuncusu deyil. Ümumiyyətlə texnikalı oyuncusu deyil. Sürəti var, bir də ki gol maşınıdır da. Bunu bırakmağa bir dəfə bıraktılar, vura bilmədi bax. Bir dəfə bıraktılar, vura bilmədi. Bir dəfə də bıraxsalar keçəcək. Bir də ki Galatasarayın ayağına şans düşdü İnşallah Barış Alper'in şans düşər, o şanslar düşür ona. Rahat vurmaq üçün şanslar düşür. Vurmaz o yan bu yana. İnşallah şans düşər, ancaq qapıya vurmaq lazımdır. Manchester City kimi klublara, Manchester'dir, Real'dir, Liverpool'dur, Barcelona'dır, Bayern Münih'dir. Belə klublara şans düşür, gələ atasan. Gələ atasan bunlara ki 5 dənə şans düşüb, gələ 5-ini də atasan. Heç olmasa bir 4-ünü atasan ki, bunlar vuranda gəlib çata bilməsinlər. Belə komandalar vurmaq lazımdır bu. Cərmə zərbəsi Galatasaraydan. Osimhen görə nə edirsən Osimhen baba? Oyunun 5-ci dəqiqəsi. Korner. Liverpool Qarabağ oyunda da 5-ci dəqiqədə, orada da hələ o sakitçilik ortada. Qarabağ yaxşı oynayır, pasla oynayır, heç belə özlərini itirmirlər rahat. Çünki neçə illərdir bu Avropa kuboklarda oynamağının verdiyi təcrübədir. Avropa Liqası olsun, Çempionlar Liqası olsun. Gəlir Qarabağ, pası verdi, qəşəng pas saxladı. İki tərəfə də baxıram, gic olmuşam ki. Qoyma. Qəşəng uğurcan. Gic olmuşam ki, Qarabağ Galatasaray oyununa
Bırakma. Bırakma da Haaland Abdülkerim qaça bilmir də qardaş. Bu Abdülkerim mal oyunçudur bu Abdülkerim. Bu qaça bilmir. Yaş olmayına baxma. Qaça bilmir bu Abdülkerim. Tərpədə bilmir dalın bu Abdülkerim ha. 2 metre arkadan geldi keçdi Abdülkerimi. Haaland vuracaq da bu eşek gol vurandı da. Belə şeyler olar ki atmasını bayaqlar səhv elədi, vura bilmədi. 11-ci dəqiqə 1-0. Bravo, bravo. Bravo. Abdülkerim'in mala bax. Tərpənən kimi Haaland 2 dənə atdıma keçdi onu. Abdülkerim Haaland'ı saxlayacaq. Saxladı, deyərəm nəyi saxladı indi. Müdafiə lazımdır ki, bu komandaya mərkəz müdafiəsi lazımdır. Abdülkerim də Davinson müdafiəçidirlər. Hə, birə-bir oyun bəlkə oynayırlar. Qaçmaq lazımdır. Top atırlar, qaça bilmir. Hələ bu lap uzun məsafə olsaydı qaçmasın, Abdülkerim hələ qalmışdı. 45-ci dəqiqədə gəlib çatardı qapıya. O Qaşan. Qaşan Koxovski. Ay bilə. Gol verdi ya. Bilə. Gol verdi. Liverpool 1 Qarabağ 0. O çıxartdı bu. O qolundakı göstərdi ya, qolundakı saat göstərdi. Çıxartdı. Koxovski çıxartdı, qolundakı desə saat göstərdi qol olduğunu. Xətti desən keçmişdi. Qarabağ da buraxdı. Aha. Ha, keçib ya. Keçib. İki komanda da uduzur. Qarabağ da uduzur, Galatasaray da uduzur. Kesmişti, xətti kesmişti. Kesmişti. 1-0. %0. Liverpool 2, Qarabağ 0. Oyunun 21-ci dəqiqəsi. Wirtz vurdu deyəsə. Wirtz ilk golunu vurdu. Wirtz şeye gələndən sonra deyəsə. Yox, Premier Ligdə var. SPL Liqasında ilk golunu vurdu. Premier Ligdə 3 golu vardı. Rahat keçdi. Yerlə vurdu. Yerlə də qapıçılar üçün çətindir. Çox rahat keçdi. Ortanı çox rahat keçdi. 2-0. Qarabağ aslında pis oyun oynamır. Yaxşı oynayır, rahat oyun oynayır. Paslaşırlar. Liverpool qapısına da gəlirlər. Qapıya zərbə olmasa da, dəqiq zərbələr olmasa da, amma qorxaq oyun oynamır. Amma Liverpool güclüdür də. Nə qədər də zəif olsa Liverpool. 2-0. Pis oldu. Bırakma, qabağı boşdur. Hey bilə. Bırakma, qabağı boşdur. Boşdur qabağı. Belə futbol oynayırlar. Galatasaray oyun oynamır Allah haqqı. Oturub ancaq müdafiədə elə futbol oynayırlar. Böyle 28 dəqiqədir 2 dənə toprağın oynadığı bir oyun da yoxdur. Okan Buruk nə şey deyib bunlara? Oturun arkada şey yazsın. Manchester City yazsın. Belə oynuyor. Dokunu bir dənə saxlaya bilmirlər orada. Nə dokunu saxlaya bilirlər? Hələ Hollanda bir dənə top gəlib, 2 dənə top gəlib. Birini vurubdu, birini də vura bilmir. 5 dənə vuracaqlar bu oyunda. Belə müdafiədə otursan sən 20 dənə də vurarlar. Belə. Bomunu boş buraxılıb. Nəyə baxırlar burada? Burada nəyə baxırlar? Bura bax. Hani bu Abdülkerim hardadır? Zibilə qalasan ha. Ben dedim heç olmasa bir adam kimi oyun oynuyorlar. Bir kişi kimi oyun oynayanlar
dirəşərlər. Qapıya bir dənə zərbə var, Osimhen zərbəsi var, o da ofsayt idi. Yəni şey görmədi, yan xətt həkimi görmədi, qaldırmadı. Oturublar müdafiədə City-nin gəlməni gözlədim. O sezon başlamamış danışırlar. Şampiyonlar Ligi, Avropa takımı kururuq. Bu da sən Avropa qurduğun takım. İndi sən o kimi salasın burada oyunu dəyişməyə? Abdullah Smith'ini gətir sal oynasın. Dostlar, Galatasaray'la City'nin oyunu ilk hissə bitdi. İlk hissə City 2, Galatasaray 0. Galatasaray ilk hissəni yox idi meydanda. Ancaq oturdu müdafiədə, City oynadı. Çox qorxaq oyun oynadılar birinci hissədə Galatasaray. Çox dəhşət hücumda heç bir şey eləyə bilmədilər. Bir dənə Osimhenin qapıya zərbəsi var. O da qapısı Donnarumma tutdu. O da offside idi. Yoxsa yan xətt hakimi görmədi onu. Saxlamadı. Kontralarda da çıxa bilmədilər. Osimhen tələsir pas verməyə. Sane tələsir. İlkay vəbşəm oyun oynaya bilmir. İlkay çox top itirir. Birinci hissədə çox zəif təsir bağışladı. Çox yox idi birinci hissəni. Abdülkerim Bardaqçı yenə də deyirəm, çox zəif savunmasıdır, müdafiəsidir. Gördü, ancaq uzun toplarla çıxmaya çalışdı Manchester City. Çox vaxtı alındı. Birincidə də ki, sən Haaland'ı elə buraxarsan, Haaland'a heç vaxt çata bilməzsən. Sən Haaland'ı boş buraxmamalısan. Hələ oyun başlamamışdan qabaq açıqlamalarda da bunu demişlər ki, Haaland'ı City'nin hücumu boş buraxmaq lazımdır. Boş buraxdın, qoldur. Və bu da nəticəsi. Birinci hissəni heç oynamadı. Qarabağın oyunu da bitdi. 2-0 oldu Liverpool'a. Qarabağ Galatasaray baxanda yenə daha yaxşı oynadı. Daha biraz ondan çox topla oynadı. Hücumlara da getdi, amma Liverpool da güclüdür, City də güclüdür. Heç olmasa en azından bir 5 top bırakmasınlar, 4 top bırakmasınlar. Heç olmasa bir 2-1 falan olsun. Və yaxud da olursa 2-2 olsun, bərabərə bitsə daha yaxşı olar. Birinci hissədə Galatasaray və ümumiyyətcə oyun adında bir şey yoxdur. Yəni gəlməsəydilə bundan yaxşı idi. Leroy Sané demişkən, oyun oynamayacaqsa biz oraya getməyək. Oyun da oynamırsa gələ oraya getmirik. Nəysə, birinci hissə bitdi dostlar. Kanalıma abunə olun, videoma bəyənin. İkinci hissədə görüşərik. Bülət, qola baxı sana. Bülət, Salahın qoluna bax. Cərimə zərbəsindən nə vurdu? Bülət. Peçat vurdu, 3-0. Bülət. İlk hissənin ikinci hissənin 51-ci dəqiqəsi Muhammed Salah cərimə zərbəsindən çox belə gözəl qol vurdu. Qapısını qoruduğu küncdən vurdu, qapısını qoruduğu küncdən vurdu. Qapısı da elə yerdə qalıb. Baxayala. 3-0. Liverpool 4, Qarabağ 0. 3'ten sonra Qarabağ daha çox boşluqlar verir. Yenə də 1-0, 2-0 olanda daha yaxşı oyundu. Daha çox boşluqlar verir, daha çox qabağa çıxır. Ehtiyac yoxdur qabağa çıxma. Normal oyunu oynasız Liverpool güclüdür. Heç olmasa 5-6 olmasın da 3-0 oldu. Və burada da gör necə rahat çıxdılar. Bax. Bəhlulun səhvi, burada da Medina'nın səhvi. Gol. İki müdafiəçi, ikisi də səhv elədi. Bu etiketiyə, bax burada Bəhlul, burada da gəldi, üzbəyiz qapısından vurdu. Ya, bu nə oyunda? Beş 0. Ya.
Liverpool 5, Qarabağ 0. İkinci hissə çox bərbad başladı. Çox pis başladı. İnsaf da yoxdur, bunlar da vururlar hələ, bəsdir. Offside zat da yoxdur ya. Ay blət. Vur Osimhen. Ay blət. Da ne oldu ya? Vur da bunda Osimhen. Vura bilərdi Osimhenə qaşan baş offside yoxdur burada. Reysen offside var idi. Şalay'ın pası üstüne vurdu. Donnarumma üstüne vurdu. Bir daha kənara vursa goldu ya. Ayda biraz kənara vursaydı goldu. Bir dənə çoması vurun 2-1 olsun. Vaxt gedir, biraz tez vursalar bir dənə golu. İkinci gol da gələ bilər. Le 6-0. Bir aburcu şot oldu bu 6-0. Liverpool 6, Qarabağ 0, Chiesa, Federico Chiesa. Dostlar oyun bitti. Galatasaray 2-0 uduzdu. Məğlub oldu City'yə. Və təəssüflər ki Qarabağda 6-0 Liverpool'a uduzdu bu günləri. Amma ilk 24'dədirlər hələ ki, bitməyən oyunlar var burada, baxıram. Oyun haqqında belə çox şey danışmayacağım. Galatasaray çox belə bərbad oyun oynadı. Birinci hissəni ümumiyyətlə bərbad. İkinci hissənədəki City 2-0 deyə biraz oyunu boşladı. Biraz Galatasaray oyun oynamağa çalışdı. Osimhen biraz nəsə eləmək istədi. Odur. Yəni ki 24'də düşdüsə bu oyunla bəzi oyuncularla rəqib kim olacaqsa fərqi yoxdur. Orada Juventus da ola bilər, Newcastle da ola bilər. İndi oyunlar tam bitməyibdi hamısı. Burada Juventus ola bilər, Newcastle ola bilər, Paris'də məsələn ola bilər deyəsə, Atletico Madrid'də ola, Atalanta da ola bilər. İndi baxacaq 2 dənə klubdan biri olacaq burada. Heç birini keçə bilməyəcək belə oyunda. Bu oyun deyil. Çıxıb kişi kimi oynamaq lazımdır. Nəysə, oyun haqqında danışmayacağım. Qarabağ ki təəssüf 6-0 uduzdu. Qarabağda 2-24'dədir. Oyunlar hələ tam bitməyib. Galatasaray 20'də, Qarabağ 22-ci sırada. İnşallah elə 24'də düşəcək. Galatasaray düşüb, Qarabağ da düşəcək. Bu arada dostlar, oyun haqqında çox danışmaq istəmirəm. Çox pis oyun oynadılar. İki komandadan. Neyse dostlar, bu kadar. Videomuzu burada bitirək. Başqa tepki videolarında görüşərik. Sağ olun dostlar, videoları beğenin, abone olun.